Biz Türk dünyası bölməsindən çətinlik dərəcəsi nisbətən ağır olan bir suala baxacaq. Sualın şərtində deyir ki, doğru variantları müəyyən edin. Birincidə deyir, Qaraçay Çərkəzdə Qaraçaylılar, Kabarda-Balkarda Balkarlar türk dilli xalqlardır. Bu doğru cavabdır. Qaraçay Çərkəzdə Qaraçaylılar, Kabarda-Balkarda da Balkarlar. Çərkəzlər türk deyil, bir də Kabardalılar türk deyil. Amma Qaraçaylılarla Balkarlar türkdür. Bu doğru. Saxa-Yakutiya Muxtar Respublikasının Karabalabdevlər dənizinə çıxışı var. Saxa-Yakutiya Muxtar Respublikasının Kara yox, Labdevlər və Şərqi Sibir dənizinə çıxışı var. Deməli, bu sualın cavabı səhv. Baykömür yatağı Tıva Respublikasında, Ulifem yatağı Sintizyan Uyğur Muxtar Respublikasındadır. Baykömür yatağı Sintizyan Uyğurdadır, Ulifem yatağı Tıva Respublikasındadır. Bu da səhvdir. Qazaxıstan Sarğamış gölündən duz hasil edir. Bu da səhvdir. Türkmənistan Sarğamış gölündən duz hasil edir. Çuvaşiya ərazisində qarışıq meşələr təbii zonası yayılıb. Bu doğru cavabdır. Çünki Başqırtıstan, Tataristan, Çuvaşiya respublikaları Volqa-Ural regionundadır və mülayimin kontinental tipindədir. Həmin ərazidə də qarışıq meşələr təbii zonası yayılıb. Türk dünyası ərazisində ən alçaq və ən hündür ərazi eyni Muxtar Respublikada yerləşir. Söhbət Çoqori zirvəsindən ən hündür nöqtə nə qədər idi? 8611. Ən alçaq nöqtədə Turfand ki, -155. Dəyişir indi bəzən bu rəqəmlər, 157 falan da deyirlər. Yəni, söhbət Sintizyan Uyğurdan gedir. Deməli, Türk dünyası ərazisinin ən alçaq və ən hündür ərazi həqiqətən də eyni Muxtar Respublikada Sintizinin tərkibində Sintizyan Uyğur Muxtar Respublikasındadır. Doğru cavabımız oldu 1, 5, 6. A variantı.